Salam, hörmətli Kanal 13 izləyiciləri. Hər həftə internet üzərindən yayımlanan onun baxış bucağı verilişində sizinləyik. Bu dəfəki qonağımız tanınmış jurnalist, siyasi şərhçi, həmçinin siyasi məhbus Rauf Mirqədirovdur. Biz onunla siyasi məhbus problemindən, həbs olmasının səbəblərindən, həmçinin cərəyan edən son siyasi proseslərdən danışacağıq. Xoş gəlmişsiniz Rauf bəy. Xoş gününüz olsun, bayramınız mübarək. Çox sağ olun. Həm sizə, həm də sizin tamaşaçılarınızın hamısının bayramını təbrik edirəm. Siz siyasi məhbus problemindən başladığınız üçün buradan dünən azadlığa çıxan həm həmkarlarıma, həm siyasi motivlərlə həbs olunan bütün o insanlara salamımı göndərirəm, bayramlarını təbrik edirəm. Eyni zamanda azadlığa çıxmalarını təbrik edirəm. Çünki həbsdə olan insanlar anlayırlar ki, azadlığın nə şirin söz olduğunu, doğrudan azadlığın özünün nə neymət olduğunu həbsdə olanlar çox gözəl başa düşürlər. Çünki 23 ay mən bilirsiniz ki, tək adamlıq kamerada olmuşam. Orada azadlığın sənin nə üçün olduğunu çox ciddi başa düşürsən. Ciddi başa düşürsən və ümid edirəm ki, yaxın vaxtlarda ümumiyyətlə digər həbsdə olan həm həmkarlarımız var, dostlarımız var. Onlar da azadlıqda olacaqlar. Biz də arzuluyoruz. Rauf bəy, bir gündür ki, artıq həbsxanadan buraxılmışsınız, amma hələ də siyasi məhbus sayılırsınız. Niyə sizə bəraət verilmədi? Nə düşünürsünüz? Bilirsiniz, mən düşünürəm ki, mənə bəraət verilməməsinin əsas səbəbi yəni ki, siz bilirsiniz ki, mənə verilən, kəsilən cəza gülüncdür. Yəni ki, verilən ittihamla bağlı, dövlətə xəyanətlə bağlı və azadlığa çıxmaq, o çox gülünc bir şeydir də. Yəni ki, dövlətə xəyanət edən insanın yeri doğrudan da həbsxanadır və uzun müddətli həbsxanadır. 6 il bildiyiniz kimi prokuror, yəni ki, aşağıdan aşağının tətbiq olunması, 62-ci maddənin tətbiq olunması prokurorun təklifi ilə oldu. İttihamın təklifi ilə oldu məhkəmədə. Mənə 6 il verdilər və apellyasiyadan azad edildilər. Yəni ki, bu artıq mənim işimlə bağlı ittihamın nə qədər əsassız olduğunun etirafıdır faktiki olaraq. Amma azadlığa niyə bəraətlə çıxmadıq? Mən düşünürəm, bu daha çox bilirsiniz, bizdəki köhnə Sovet mentalitetinin qalıqıdır. Mən, bilirsiniz, bir qədər özümü başqalarından ayırmaq istəmirəm, ancaq mənim işim onlardan həm ittihamına görə çox fərqli idi. Yəni ki, belə ittiham irəli sürülməmişdi. İndiyə necə jurnalistlərə qarşı, xüsusilə də jurnalistlərə qarşı. Çıxmasının səbəbi o idi ki, bu insanı bizi 23 ay saxlamışıq. Sovet dövründə o idi ki, əgər insan tutulubsa, demək ki, Sovet İttifaqında günahsız insanı tutmaq olmazdı. Tutula bilməzdi. Sovet hüquq mühafizə orqanları ancaq günahkar insanları tutulubsa mühakimə olunmalıdır və cəzasını verir. İndi mənə gəlir ki, o mentalitet bugünə qədər bizdə işləyir ki, buraxmaq istəyəndə də artıq da yox, cəzası olmalıdır, çünki tutmuşuq. Günahsız adamı biz necə 23 ay saxlamışıq. Mən düşünürəm, əslində qalsa bununla bağlıydı daha çox. Çünki bilirsiniz, nə üçünsə cəzalandırmışlar, başqa məsələdir. O cəzanı mən çəkmişdim artıq. 23 ay orada tək adamlıq kamerada, üstündə tək adamlıq kamerada məhbus həyata yaşamaq çox çətin məsələdir. Ağırdır. Ağırdır, bilirsiniz ki, heç kimlə ünsiyyətin olmur, heç kimlə yaxınlığın olmur. Sadəcə olaraq sən, məsələn, jurnalistlərin bir dənə yaxşı şey var ki, kitab oxumağı xoşlayırlar və ancaq kitab səni psixoloji durumu qoruyub saxlamağa, normal qoruyub saxlamağa imkan verir. Çünki ünsiyyətsiz insan həmişə düşünməyə başlayır, çox düşünür. Və düşündüyü də bilirsiniz, tək adamlıq kamerada heç nə ünsiyyəti başqa heç nə qata bilmir, ancaq sənin problemlərin olur. Və təsəvvür edin ki, səhərdən axşama sən problemlərin haqqında düşünməyə başlasan, sən dəli olarsan sadəcə olaraq. Çünki bir tərəfdən problemin haqqında düşünürsən və problemin həllinin səndən asılı olmadığını da başa düşürsən. Və ona görə də, məsələn, mən bütün vaxtımı kitablarla ancaq keçirirdim. Yəni ki, bu cür ağır vəziyyətdə insanları saxlayanlar, onlar düşünürlər ki, o Sovet mentalitetinin şey, insanı tutmuşuqsa, deməli günahkardır. Yəni ki, bəraətlə, siz bilirsiniz ki, xarici ölkələrdə, yəni ki, burada özü məsələn, hakimiyyətin
rənginin o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyəti yoxdur. Əgər postsovet məkanındakı hətta demokratik ölkələrə, demokratik imici olan ölkələrdə baxsaz çoxsunda, görəcəksiniz ki, məhkəmə proseslərinin əksəriyyəti ittiham hökmü ilə qurtarır. Amerikada siz baxsaz məhkəmə proseslərinə tutalım. Onlardan məhkəmə proseslərinin yalnız bəzi hallarda 40%-dən aşağısı ittiham hökmü ilə qurtara bilir. Bəzi hallarda, bəzi illərdə 50%-ə yaxını. Yarısından insanlar bəraət alıb çıxırlar. Və bəzən doğrudan da günahkar insanlar bəraət qazanır. Çünki sənin ədalət, qanun və ədalət heç də üst-üstə düşən şeylər deyil. Üst-üstə düşən şeylər deyil. Bilirsiniz, ədalət nədir? Bizim Sovet psixolojisində cinayətkar türmədə olmalıdır, həbsxanada olmalıdır. Və siz bəraət almağa çalışacaqsınız mı, Rauf bəy? Sözsüz. Yəni Avropa məhkəməsinə qədər ehtiyac olsa getməyi düşünürsünüz? Avropa məhkəməsindədir mənim işim. Artıq kommunikasiya başlayıb. Azərbaycanla və Türkiyə ilə mənim iddiam nəinki Azərbaycana qarşıdır. Eyni zamanda siz bilirsiniz ki, məni Türkiyədə həbs elədilər. Türklər, Türk hakimiyyət orqanları həbs elədilər. Qanunsuz olaraq, faktiki olaraq deportasiya ilə ekstradisiya elədilər Azərbaycana. Ekstradisiya elədilər və mənim iddiam yalnız Azərbaycana qarşıdır, Türkiyəyə qarşıdır. Elə Türkiyədən söz düşmüşkən, bu həbsinizin səbəblərindən istəyirdim bir qədər danışasınız. Məsələn, bir ölkədə qəflətən saxlanılma, digər ölkəyə gətirilmə və dövlətə xəyanət ittihamından həbs. Sizcə səbəb nə idi? Bilirsiniz, siz mən təqdim edəndə dediniz ki, mən daha çox siyasi şərhçiyəm. Yəni mən bir qədər jurnalistikada eyni zamanda fərqli mövqedir siyasi şərhçi. Sözsüz ki də, o siyasi proseslərin analizi daha soyuq münasibət tələb edir. Daha layal yox, anlamaq cəhdi tələb edir. Tərəfləri anlamaq cəhdi tələb edir. Əgər sən bu cəhdi eləməsən, yalnız bir tərəfin mövqeyindən siyasi prosesləri təhlil etməyə başlasan, bu təhlil deyil. Bu artıq siyasi mövqedir, o başqa şeydir. Mən şərhçi idim. Və bilirsiniz ki, eyni zamanda Ayna Zerkalo qəzeti idi. Zerkalo qəzeti heç də müxalifət qəzeti deyildi, müstəqil qəzeti idi. Və onun səhifələrində fərqli mövqelər təmsil olunurdu. Demokratik qəzeti idi, demokratik mövqeli qəzeti idi. O heç, amma yəni ki, bugün dedik, müxalifət düşərgəsini təmsil eləmirdi, müstəqil idi. Müstəqil qəzeti idi. Amma mən düşünürəm ki, mənim həbsimdə əsas rolu Zerkalo qəzetinin və mənim bir siyasi şərhçi kimi beynəlxalq məsələlərdə tutduğumuz çox dəqiq mövqe oldu. Və bu dəqiq mövqe Azərbaycanda regionda ciddi marağı olan region dövlətlərini narahat edirdi. Məsələn, hansı dövlətləri? Siz materialları da qalıb oxuya bilərsiniz ki, söhbət hansı dövlətlərdən gedir. Sözsüz ki, ilk növbədə Rusiya, Ermənistan, İran kimi dövlətləri çox ciddi narahat edirdi. Zerkalo qəzetini tutan ki, söhbət ondan getmir ki, mən heç bir həmkarlarımın, heç birinin zəhmətini və kölgə altına qoymaq istəməyəm. Yəni ki, bizim hamımızın zəhməti balaca reportyordan tutmuş, müxbirdən tutmuş, ilk addımlarını o gənc uşaqlardan tutmuş, ən bizim metrimizi görməliyik və bu şərəf, əgər biz özümüzü prinsipal görə biliriksə, düzgün görə biliriksə, düşündüyümüz kimi biz görə biliriksə, diktə olunan kimi yox kimsə tərəfindən özümüzün anladığımız, özümüzün düşündüyümüz mövqe fərqlərimiz ola bilər. Amma öz düşündüyümüz kimi görə biliriksə, bu hamımızın üçün şərəflidir ki, hansı mövqedə olmasınlar, jurnalistikada. Amma Zerkalo qəzetinin bir fərqi də var idi. Azərbaycan dilli mətbuatdan başqa Zerkalo qəzeti beynəlxalq aləmə çox geniş çıxış yolları var idi. Rus dilindən ingilis dilinə çox asanlıqla tez-tez tərcümə olunurdu, xaricdə yer alırdı. Və sair Rusiya mətbuatına xüsusi birbaşa təsiri var idi. Çünki hamısı internetdən Zerkalo qəzetinin Cənubi Qafqazın o ən populyar qəzetlərindən biri sayılırdı və o qəzet də bağlandı. Və bu qəzetin hətta
bir dəfə Rusiya səfiri ilə deməli söhbətdə bizim redaktorumuz onun bizim qəzetdə çıxan materiallara etirazlarını eşidən redaktorumuz demişdi ki, başa düşün, biz rus dilində çıxan qəzetik, amma Azərbaycan qəzetiyik. Biz Rusiya qəzeti deyilik. Biz rus dilində çıxan Azərbaycan qəzetiyik. Azərbaycanın maraqları idi. Bu narahat eləyirdi, çünki biz həmin prosesləri çox aktiv mövqe tuturduq. Xüsusən son dövrlərdə 2008-dən başlayaraq 2014-ə qədər o Rusiyanın postsovet məkanındakı agresiya siyasəti, açıq təcavüz siyasətini biz çalışırdıq açıb göstərək, təhlil vasitəsilə səbəblərini açıb göstərək. Zaten bu görünür Ermənistanla bağlı çox ciddi materiallar var idi. Siz onu yəni İranla bağlı çox ciddi materiallar var idi. Görünür bütün bunlar bəzi sadəcə olaraq narahat eləyirdi. Bir müddət siz əgər görürdünüz ki, Azərbaycanın mümkün qədər qərb tərəfdaşları ilə əməkdaşlıqdan yayındırmaq istəyirdilər və sözsüz ki, belə bir qəzetin mövcud olması açıq qərb yönlü qəzeti idi. Zərqal qəzeti bununla yanaşı narahat eləyirdi rus dilində çıxan açıq qərb yönlü qəzetin olması. Narahat eləyirdi. Bugün nəticə etibarı ilə həmin qəzetin mən yəni ki, söhbət faktdan gedir. Ən əsas xarici beynəlxalq mövzularda yazan ən əsas yazarlarından biri mən idim. Mən həbsə getdim, qəzetdə bağlandı. İndi həbsdən çıxandan sonra siz artıq həbsdən çıxmısınız və qəzetin yenidən açılacağına ümid eləyirsinizmi? Bu suala dünən jurnalistlərlə söhbətində Elçin Şıxlı cavab verdi. Obyektiv olaraq qəzeti bərpa etmək mümkün deyil. Deyil. Yəni ki, söhbət Zerka qəzeti müstəqil qəzeti idi. Bugün maliyyə ehtiyatlarına malik olmadan o səviyyədə qəzeti reklam bazarı olmadığı üçün reklamın olmaması ilə bağlı və yaxud da müstəqil maliyyə mənbələrinin olmaması ilə bağlı o müstəqil qəzeti bərpa etmək olmaz. Nəsə bir başqa variantda mən hələ heç bilmirəm, mənim dostlarım ideyaları varmı, fikirləri varsa, mən bilmirəm hələlik. Yəni ki, biz ancaq dostlarımla ancaq görüşmüşük, bu azadlığın sevincini yaşamaya çalışmışıq. Bir yerdə sevincini bölüşməyə. Çünki onlar üçün də bu böyük sevinci idi, böyük bir hadisə idi. İş haqqında biz hələ danışmamışıq. Hansı şəkildə olacaq, nə cür olacaq? Siz jurnalist fəaliyyətinizi davam etdirəcəyinizi bildirmişsiniz. Bu yazıların arasında yenə Rusiyanı tənqid edən, onun siyasətini tənqid edən yazılar görə biləcəyikmi biz? Bilirsiniz, siyasi təhlil real proseslərlə bağlı şeydir. Mən çox arzulardım ki, bizim qonşularımızla ümumiyyətlə problemlərimiz olmasın, maraqlarımız üstə düşsün və dil tapıb məhz regional əməkdaşlıq çərçivəsində öz yerimizi müəyyənləşdirək. Onlar da onlarla bizimlə münasibətlərində xətlərini müəyyənləşdirə bilsin, dəqiq xətləri ola bilsin, müəyyənləşdirə bilsin və bu xət təzyiq üzərində qurulmasın. Böyüklərin balacalar üzərində təzyiqi üzərində qurulmasın, maraqların uzlaşdırılması üzərində qurulsun. Amma təəssüf ki, bilirsiniz, siyasət elə şeydir ki, xüsusən xarici siyasət elə şeydir ki, məsələn, maraqlar heç də həmişə üst-üstə düşmür və təəssüf olsun, bəzi hallarda düşməsi də mümkün deyil. Məsələn, əgər yadınızdadır ki, bugün iflasa uğrayan Türkiyənin belə bir siyasət var idi, qonşularla sıfır problem siyasəti. Tamamilə iflasa uğradı. Həmin siyasətdə tutan ki, Ərəb ölkələri ilə münasibətlərin yaxşılaşdırılması idi. Ərəb ölkələri ilə Türkiyənin ciddi problemləri var idi. Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasıdır. Münasibətlər ümumiyyətlə sanksiyalar səviyyəsindədir. Qarşılıqlı sanksiyalar səviyyəsində. Ermənistanla münasibətlərin yaxşılaşmasıdır. Heç bir o açılım, onların dedikləri erməni açılım siyasəti heç bir nəticə vermədi. Problem ondan ibarətdir ki,
Yəni bizim istəyimiz siyasəti müəyyənləşdirmir.